Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yafkahu kavli. Salamlayıram əziz və hörmətli məclis iştirakçılarını. Şaban ayının 3-ü Peyğəmbərimizin əziz nəvəsi, şücaət nümunəsi İmam Hüseyin əleyhissalamın mübarək mövlud günüdür. Şaban ayının 4-ü Həzrəti Hüseyin əleyhissalamın vəfalı qardaşı Həzrəti Abbas əleyhissalamın mövlud günüdür. Və Şaban ayının 5-i İmam Hüseyin əleyhissalamın evladı İmam Səccad əleyhissalamın mövlud günləridir. Kərbəla qəhrəmanlarının viladət günlərinə yığışmışıq. Və bu şəraiti bizə, sizə yaradan Allaha həmd və səna olsun. Allaha təşəkkür edirik, şükr edirik ki, icazə verib belə bir məclisdə iştirak edək. Və nə qədər şükr eləsək, yenə də azdır belə bir məclislərdə iştirakımız. İnsan görə əməli olaraq bu neymətlərə görə şükr eləsin və dinimizin bizə başa saldığı, Əhl-i Beytin bizə öyrətdiyinə əsasən vilayət və imamətdən, Əhl-i Beytdən böyük neymət yoxdur. Allah inşallah bizi bu neymətin qədrini bilənlərdən qərar versin. Amin. Mən mövzuya, bugünün mövzusuna başlamazdan qabaq bir məsələyə işarə eləmək istəyirəm, bir xırda bir şübhəyə işarə eləmək istəyirəm. Əlbəttə, möminlər, şiyələr agahlıqla dini qəbul edəndən sonra bu şübhələr onların imanına, etiqadına təsir etməməlidir. Bəzən belə bir şübhə yaradırlar ki, dinimizdə bayram keçirtmə var, Quranda bayram var. Bəzən belə bir şübhə yaradırlar. Buna bir qısa bir açıqlama vermək istəyirəm ilk öncə. Amma ondan qabaq bunu qeyd edeyim ki, hər bir insan o yolunu bəsirətlə, agahlıqla seçməlidir. Getdiyi yolu, seçdiyi yolu, məzhəbi agahlıqla, bəsirətlə seçməlidir. Yoxsa onun heç bir dəyəri yoxdur. Əgər insan kör-körənə hər hansı bir məzhəbə ardıcıldır, şəxslərə ardıcıldır, bunun elə bir dəyəri yoxdur. İnsan başa düşməlidir ki, məni yaradan var və yaradan mənə ən yaxşı yol göstərən nə ola bilər? Allah Teala məni yaradıb və mənim üçün yol göstərməlidir. Və bu yolu Peyğəmbər vasitəsindən, imamlar vasitəsindən bizlərə göstərir. Bunu qeyd eləmək istəyirdim müqəddimə olaraq. Dədə-babanın gördüyümüz, mühitdə gördüyümüz formada insanın dini, məzhəbi qəbul eləməsi bir o qədər dəyəri yoxdur. İnsan agahlıqla, bəsirətlə qəbul etməlidir. Sözümü buna görə deyirdim ki, əgər belə qəbul eləsə, o şübhələr onu, etiqadını, imanını qüdrətməyəcək. Baxın, bir sıra ya qərəzli şəkildə, ya nadanlıqdan axır vaxtlarda çox yayılır. Bir sıra insanlar Quran vasitəsindən istəyirlər Quran camiyyəsini, müsəlmanlarını azdırsınlar. Hər hansı bir məsələni dərhal yönəldirlər, bu filan şey Quranda var ya yox. Bax, Quran-ı Kərimin özü bizi sünniyə yönəldir. Quran-ı Kərim
bizi yönəldir ki, Peyğəmbər sizə nə verir, götürün, nəyi qadağan eləyir, ondan çəkin. Namazın qılınma qaydasından tutmuş ki, ən önəmli ayindir dilimizdə. Namazın qılınma qaydasından tutmuş bir çox məsələlər var ki, Quran-ı Kərimdə yoxdur. Bu nadan və qərəzli şəxslər insanların da bilməməzliyindən, cahilliyindən istifadə edərək bəzən insanları ilə Quran vasitəsindən azdırmağa çalışırlar. Bu şübhələrdən biri budur ki, Quranda bayram var. Baxın, Quran-ı Kərim buyurur ki, Allaha, Peyğəmbərə və əmr sahiblərinizə ki, bizim etiqadımıza görə imamlardır, onlara itaət edir. İmamlarımız buyurublar ki, bizim şad günümüzdə şadlanın, qəmli günlərimizdə qəmli olun. Biz də onların ardıcılı olaraq və Quranın elə göstərişinə əsasən, Quran bizi yönəldir imamlara, imamlar da buyururlar ki, bu icazəlidir və elə gələk belə olsun. Bu doğrudan bir iftixardır. Bizim şad günlərimiz və ümumiyyətcə günlərimizin meyarı Əhl-i Beytin olması bir iftixardır. Biz həmişə bir-birimizə belə bir gözəl dua var. Edirik ki, Allah bizi Əhl-i Beytdən ayrı salmasın. Əhl-i Beytdən ayrı düşməməyin bir yolu budur. Baxın, burada bizim yığışmağımız və il ərzində onların şad günləri, qəmli günləri bizim üçün meyyar olur. Bu bir dənə yaxşı başlanğıcdır. Amma bu məclislər səbəb olmalıdır ki, sonra bu yaxınlaşmaq vasitəsindən onların əmirlərini, göstərişlərindən tanış olaq və əməl etməyə çalışaq inşallah. Amma Quran-ı Kərimin özündə də bir ayə var bayramla bağlı. Maidə surəsində Allah Teala Həzrəti İsa əleyhissalamın bir duasını nəql edir. Düzdür, Həzrəti İsa'nın dilindəndir. Amma Allah Teala onu nəql edirsə, deməli Allah Teala təsdiq edir. Maidə surəsinin 114-cü ayəsi. Bismillahirrahmanirrahim. Qalə İsa ibn Məryəm, Allahumma Rabbana ənzil aleyna ma'idatan minəs-səmai təkunu lana iidən لِأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِنْكِ. Allah Teala buyurur ki, Məryəm oğlu İsa, Həzrəti İsa əleyhissalam belə dua elədi. İlahi, bizim üçün göydən bir süfrə indir ki, bizim üçün bayram olsun. Təkunu lənə iidən, bizim üçün bayram olacaq bir süfrə indir. Baxın, bir dənə bir süfrənin nazil olan bir süfrə, əgər bayram olursa, bayram kimi Allah Teala təqdim edirsə, bir Allahın hüccəti, yer üzündəki ən üstün insanlarının viladəti bayram ola bilməz, şadlıq günü ola bilməz. Allah Teala Quran-ı Kərimdə bir bütün nümunələri çəkməyəcək ki, hər hansı bir nümunəni çəkir ki, bu bayramdır, bu süfrənin nazil olmasını Həzrət İsa əleyhissalam buyurur ki, bizə bayram gəlir. O süfrə bayram olursa, deməli Allahın seçdiyi, sevdiyi şəxsiyyətlərin viladəti də onların ardıcılları üçün bayramdır. Allah inşallah bizə bayramlıq qərar versin bu gün. Amin. İmam Hüseyin əleyhissalamın mübarək kəlamlarını seçmişəm ki, əziz məclis iştirakçılarının ixtiyarında bəyan edeyim. Və bizim imamlardan ən yaxşı itaətimiz onların sözlərini eşidib, onların sözlərindən tanış olub, həyatımızda icra etməkdir. Çalışmışam həm özümə, hamımıza faydalı olan imamın yönətmələrindən seçim 3 mövzuda təqribən o mübarək hədisləri qeyd edəcəm. Nə qədər vaxtımız, imkanımız çatar, məclisimizi elə imam kəlamlarından nurlandıraq. İnşallah hədisi və hədisləri oxumazdan öncə mövludu olan
şəxsiyyətlərin pak və mütəhhər ruhlarına salavat zikr edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Hüseyin Aleyhisselamın həyatı başdan başa ibrətdir. Amma kəlamlarınla da gərək tanış olaq yönətmələn. Düzdür, İmam Hüseyin Aleyhisselamdan az kəlam nəql olubdur, amma məsumların hər birini, hər bir kəlamları dəyərli və nurdur və insanların qəlblərini dirildir. Bir mübarək hədisdə İmam Hüseyin Aleyhisselam ibadətin növlərini sadalayır ki, insanlar Allaha necə ibadət edirlər. Çox xahiş edirəm bu imam kəlamlarına diqqət edin, diqqətlə qulaq asın. İnnə qavmən əbədullaha rəğbətən fətilkə ibadətun tuccər. Bəzi insanlar Allaha behişt və digər neymətlər rəğbəti ilə ibadət edirlər. Ona meyl edərək ibadət edirlər. İmam Hüseyin Aleyhisselam buyurur ki, bu tacirlərin ibadətidir. Ki, nəsə verəsən alasın. Bəzi insanlar Allaha ibadət edəndə, ibadət ümumi mənada hər o şey ki, Allaha xatir yerinə yetirirsən, bu sayılır ibadət. Allahın razılığını qazanmaq üçün yerinə yetirilən hər bir iş ibadətdir. Allaha yaxınlaşmaq üçün, Allah üçün hər nə yerinə yetirsə ibadət. Bəzi insanlar bu ibadəti ticarət məqsədi olaraq güdürlər. Və innə qavmən əbədullaha şükrən. İnnə qavmən əbədullaha rəhbətən fətilkə ibadətul abid. Bəzi insanlar isə qorxu üzündən, cəhənnəm qorxusundan qaçmaq üçün Allaha ibadət edirlər. Həzrət buyurur, bir də qulların ibadətidir. Əlbəttə, mən demək istəmirəm, bunlar pisdir. Yəni, o birinci qeyd olunan ibadət növü də dəyərli ibadət növüdür və heç bir eybi yoxdur. İnsanlar elə behişt üçün Allaha ibadət etmələrinin bir eybi yoxdur. Və yaxud Allah qorxusundan, cəhənnəm qorxusundan ibadət etmələrində yenə eybi yoxdur. İmam Hüseyin Aleyhisselam daha üstün ibadət növünü bizə bəyan eləmək istəyir. Bu iki dənə müqəddimə olaraq qeyd edir ki, daha üstün ibadət növünü qeyd eləsin. İnnə qavmən əbədullaha şükrən fətilkə ibadətul əhram və hiyə əfsəlul ibadət. Bəzi insanlar isə Allaha təşəkkür eləmək naminə yalnız Allaha ibadətə layiq bilirlər, təşəkkürə layiq bildikləri üçün ona ibadət edirlər. Həzrət buyurur, bu azad insanların, azadə insanların ibadətidir və ən üstün ibadət də budur. Yəni Allah təbarək və teala bizi yaradır və bizə müxtəlif neymətlər verir. Hər bir burada oturan insan ağılı bunu qəbul edir ki, bir adama bir neymət veriləndə ona müqabilində təşəkkür edir. Əks halda ehtiramsızlıq kimi baxarlar. Mən bir adama yaxşılıq edirəm, o bunun müqabilində təşəkkür eləmir. İnsanın Allaha ibadəti, namazı həmin Allahın neymətlərinə görə olan təşəkkürdür. Biz Allahın sonsuz neymətləri ki, Quran-ı Kərim buyurur, saymaqla qutara bilmərsiniz. Bu neymətlərin müqabilində təşəkkür etməyimiz üçün Allaha ibadət edir. Həzrət buyurur ki, bəzi insanlarda o azad insanlar, o üstün ibadət edən insanlar Allaha şükür üçün ona ibadət edir. Ya başqa bir hədisdə yenə Həzrət buyurur ki, Əl-nəsu abidud dunya. İnsanlar dünyaya tabidirlər. Dünyanın bəndələridir. Və dinu lə'ibun alə əlsinətih. Din də öz güzaranlarını keçirtmək üçün
dillərinin oyuncaqlarıdır. Yahutunahu ma darat bihi ma'ishahu. Fa iza muhissu bil bala qallat dayyanun. O ki bir bəla üz verdi, bir çətinlik üz verdi, dindarlar azalır, dindarlıq azalır. Çox təhlükəli bir hədisdir, çox ibrətli bir hədisdir. Həzrət buyurur ki, asanlıqda nə var deyəm ki, mən dindaram. O ki, çətinliklər baş verdi, müxtəlif növdə çətinliklər var. Mən maddi çətinliyə düçar ola bilərəm, mənəvi çətinliyə düçar ola bilərəm, zalimin zülmünə məruz qala bilərəm, məzlumdan müdafiə etmək mövqeyində qərarlaşa bilərəm. O vaxtı bilinir ki, kim Allaha bəndədir. İnsan malla imtihan olunanda, evladla imtihan olunanda, postla imtihan olunanda, mövqeyiyyətinlə imtihan olunanda o zaman bilinir ki, insanın dindarlığı nə həddədir. Başqa bir hədisdə yenə İmam Hüseyin aleyhissalam bütün Allah bəndələrinə müraciət edir. İbadullah, ey Allahın bəndələri, la təştəğilu bid-dunya. Dünya sizin başınızı qatmasın, dünyada olan əyləncələr başınızı qatmasın. Fəinnəl qəbrə beytul əməl. O ki, qəbirdə və bərzəx aləmində insanın dərdinə dəyir, insan üçün faydalıdır əməl. Dünya başınızı qatmasın, əməl etməkdən sizi saxlamasın, salih əməllər yerinə yetirməkdən. Fəinnəl qəbrə beytul əməl. Qəbirdə bizim əməllərimizə baxılacaq. Salih əməllər nə qədər yerinə yetirmişik, ona baxılacaq. Fə'məlu, bunun üçün də əməl edin, salih əməllər yerinə yetirin. Və lə təxfulu, qəflət eləmin. Dünya və dünya məşğuliyyətləri sizin başınızı qatmasın. Dünya barədə Həzrət belə buyurur: İnnəllaha xalaqad-dunya lil-bəla. Allah Teala bu dünyanı imtihan üçün yaradır. Bu dünya imtihan dünyasıdır. Və xalaqa əhləha lil-fəna. Dünya əhlini də fani olmaq üçün yaradır. Bir müddətdən sonra başqa bir dünyaya köç eləyəcəklər. İnsan bu məsələni ha vaxt başa düşdü, deməli həddi buluğa çatıb, artıq böyüyübdür. Yaşından asılı olmayaraq. İnsan başa düşsə ki, mən müvəqqəti 60-70 illik ömür üçün yaranmamışam. Bu məsələni insan nə vaxt başa düşsə, deməli böyüyübdür, həqiqətən böyüyüb. Bunu başa düşsə, deməli əbədi həyat üçün yaşayacaq, əbədi həyatını düşünəcək. Həzrət buyurdu ki, dünya başınızı qatmasın, əməl edin. Əməli necə etməyi də başa salın, necə əməl edin. Qaləl Hüseyin aleyhissalam, İ'məl əmələ rəculin ya'ləmu ənəhu məəxuzun bil-əcram, mucizi bil-ihsan. Həzrət buyurur ki, əməllərinizi elə yerinə yetirin ki, sanki sizi təqib eləyənlər var. Əgər səhv yerinə yetirsəz, sizi cəzalandıracaqlar. Və mən 100% bilirəm ki, əməllərimi yerinə yetirəndə xilaf iş görsəm, Allahın buyurduqlarının əksinə bir iş görsəm, məni cəza gözləyir. Əməl eləyəndə belə yəqinlə, belə arxayınçılıqla əməl eləyir. Pis əməllər barədədir bu. Yəni, pis əməl eləyəndə bilin ki, mütləq bunun cəzası var. Yaxşı əməllər, düz əməllər, salih əməllər də yerinə yetirəndə bilin ki, bunun mükafatı var. Belə əminliklə yerinə yetirir. Onda adam əməl eləməkdən yorulmaz, xüsusilə xeyir əməllər. Adam əmin olsa ki, mən hər bir zərrə xeyir işimin mükafatını görəcəm. Bunun əksi də, hər bir pis zərrə, pis işimin əməlini qarşılığını görəcəm, cəzasını görəcəm.
İnsan üçün baxın bu şeylər kifayətdir. Biz danışırıq, məsumların kəlamlarıdır, qeyd edirik və onlar da insanların fərqliliyinə görə belə çox kəlamlar buyurublar. Bir dənə bu kəlam kifayətdir. Baxın, İslam Peyğəmbərinin dövründə o bədəvi ərəblər mədəniyyət baxımından onlardan geri qalan yox idi. Bu ayəni eşidib deyirdilər ki, bizə kifayətdir. Dəyişilirdilər 180 dərəcə. Kim zərrə qədər yaxşı iş görsə, onun mükafatını görəcək. Kim zərrə qədər pis iş görsə, onun cəzasını görəcək. Deyirdilər bizə, bu kifayətdir. Və bu dünya da qısadır, fanidir, fürsətlərdən gərək istifadə eləyək. Hədislərin təbirinə görə bulud kimi gedir. İmam Hüseyin əleyhissalamdan da bu barədə hədis var. Buyurur, Yəbnə Adəm, ey Adəm övladı, İnnəmə əntə əyyam, sən bir neçə günlərdən ibarətsən, ey insan evladı, bir neçə günsən. Kulləmə məzə yəvmun zəhəbə bə'zun. Hər o gün ki keçir, görə nə maraqlı hədisdir. Sən günsən, ey insan, günlərdən ibarətsən. Hər gün keçdikcə azalırsan. Hər gün sənin o bir hissəni aradan aparır. Ona görə fürsətləri çalış, fürsətdən, bu günündən istifadə elə, xeyir işlərə, Allaha bəndəliyə. Və qiyamət günü Allahdan qorxanlar nicat tapır, əmin-amandılar. Həzrət buyurur, La ya'manu yevməl qiyaməti illə mən qad xafəllahu fid-dünya. Qiyamət günü ki, bütün peyğəmbərlər ondan xəbər veriblər. Quran-ı Kərimin 1/3 insana qiyaməti, sorğu-sualı xatırladır. Həzrət buyurur ki, orada, bu dünyada Allahdan qorxanlar əmin-amandadılar. Allahdan qorxmaq, Allah qorxulu varlıq deyil, qabaqlarda izah eləmişik. Bir hədisdə var ki, bütün qorxularda insan o qorxduğu şeylərdən qaçır. Yırtıcı heyvandan insan qorxur, ondan qaçır. Allahdan qorxmaq nədir? Allahdan qorxu ona yaxınlaşdırır. Hədis deyir ki, bütün qorxularda insan qorxduğundan qaçır. Allahdan qorxu belədir ki, Allaha yaxınlaşdırır. Allahın ehtiramından, insan öz əməllərindən qorxur. Allahdan qorxunun mənası Allahın ədalətindən qorxmaqdır və bu qorxmaq səbəb olacaq ki, sən Allaha yaxınlaşasan, biləsən ki, Allah ədalətlidir. Və bu ibadətin barəsində Həzrət buyurur ki, həqiqi ibadət eləyin Allaha. Mən əbədəllaha haqqə ibadəti ətahullah fovqə əməniyyə və kifayəti. Həzrət buyurur ki, kim sadiqanə Allaha ibadət eləsə. Baxın, insanlara baxmayın ki, filan kəs nə işlər görür, filan kəs də namaz qılandı, nə işlər görür, filan kəs hicab taxandı, nə iş görür. Bizim bunlarla nə işimiz var? Sən özünə sual ver ki, özünə bax ki, mən necəyəm, mən necə olum? Din bizdə müqəddəsdir. Dinin ardınca olana, dini gətirən Peyğəmbər müqəddəsdir, imamlar müqəddəsdir. Onlara baxmalıyıq. O dinin ardıcıllarının, bizim kimi adi insanlar ixtiyar sahibləridir. Nə olsun din ardıcıllarıdır, dinə dindar sayılırlar. İxtiyar sahibi, bəzisi ixtiyarından pis istifadə edir, bəziləri ixtiyarından yaxşı istifadə edir, Allah yolunu seçir. Baxın, Həzrət buyurur ki, sənin özün həqiqi və sədaqətli Allaha ibadət elə. Bu sənin üçün faydalıdır. Sən ona buna baxma. Əgər belə olsan, Allah səni ən üstün arzularına çatdırar. Sənin yaşayışına kifayət eləyər Allah. Əgər həqiqi cananə Allaha ibadət eləsin. Və sonuncu bu barədə
ibadət barədə, Allaha bəndəlik barədə bir iki hədisi də qeyd edeyim. Həzrətin o buyurduğu üstün səciyyələrə hədislərlə bəyan edəcəm. Bir hədisdə yenə Həzrət buyurur: "Lə yəkmilul aql illə bittiba'il haqq." Ağıl yalnız həqiqətə tabe olmaqla təkmil olur, kamilləşir. Hər bir insanın vəzifəsi budur ki, haqqı tanısın və haqqa tabi olsun. Niyə insanlar arasında fərqliliklər, fikir ayrılıqları var, ixtilaflar var? Haqq tanınmır ona görə. Haqq birdir. Haqqı biz tanısaq, ona tabi olsaq, heç bir ixtilaf, fikir ayrılığı olmaz aramızda. Mən ərəfə haqqə əbəvəyhil əfsələyn Muhammedin ve Aliyin ve eta'huma qīlə ləhu təbəhbəh fi əyyil cinan şirk. Həzrət buyurur ki, hər kim Həzrəti Muhammed Allahümme salli ala Muhammed ve ali Muhammed və Həzrəti Əli ki, bu ümmətin atalarıdır, o valideynlərinə tabe olsa, bir çox hədislərdə var ki, məsumlar bu ümmətin atalarıdır, valideynləridir, mənəvi atalarıdır. Həzrəti Zəhra və digər dəyərli İslami xanımlar bu ümmətin analarıdır. O ki, Quran-ı Kərimdə, dinimizdə bu qədər təkid olunur, valideynə ehtiram edib, onların başlıca nümunələri həmin bu valideynlərdir, mənəvi valideynlərdir. Həzrət buyurur, hər kim Peyğəmbərə və İmam Əliyə tabe olsa və onlara itaət eləsə, ona deyilər, qiyamət günü ona deyilər ki, hansı qapıdan ürəyin istəyir, behişdə daxil ol. Bu, onlara itaətin səmərəsidir və bəhrəsidir. Həzrəti Əbülfəzl Abbas Allaha, Peyğəmbərə, imamlara itaət etməyin nümunəsidir. Baxın, Həzrəti Abbasdan itaəti öyrənməliyik, vəfalığı öyrənməliyik. Həzrətin ziyarətnaməsində oxuyuruq ki, ey Allaha, Peyğəmbərə və imamlara müti olan, itaət edən şəxs salam olsun sənə. Həzrəti Əbülfəzl Abbas öz dövrünün imamına itaət etməkdə bir nümunədir. Misli bərabəri yoxdur Həzrətin itaətkarlıqda. İmam Hüseyin əleyhissalam buyurur, hər kim Peyğəmbərə, İmam Əliyə və məqsəd digər imamlardır, itaət eləsə, Allah Teala onun istədiyi behişdən, istədiyi qapıdan behişdə daxil edir. Və sonuncu hədisi qeyd edeyim mən. Bir nəfər İmam Hüseyin əleyhissalama məktub yazır. Deyir ki, ey Peyğəmbər övladı, mənə dünya və axirət xeyrini başa sal, izah elə. Bu hamımız üçün lazım olan önəmli sualdır. Həzrət məktubun cavabında belə yazır. Mən tələbə ridallah bi səxətin nas, kəfahullah umurən nas. 2 cümlədir. Və mən tələbə ridan nas bi səxətillah vəkkələhullahu ilən nas vəssalam. Həzrət buyurur ki, hər kim Allahın razılığını tələb eləsə, bu dünyada onun üçün Allahın razılığı olsa, Allah Teala insanlarla bağlı olan çətinliklərdə, müşküllərdə həmin insana kifayət. Yəni, Həzrət bu mübarək məktubun birinci hissəsində demək istəyir ki, Allahın razılığı sizin üçün önəmli olsun. Allahın razılığı üçün yaşayın. Və ikinci hissədə buyurur ki, hər kim insanların razılığını qazanaraq Allahı qəzəbləndirsə, Allah elə həmin şəxsi o insanların öhdəsinə buraxar.
həvalə eləyər həmin o insanlara. Dünya və axirət xeyri istəyiriksə, İmam Hüseyin əleyhissalam belə buyurur. Bu məclisə də yığışmağımızın səbəbi budur. Onların yol göstərmələrini, mübarək sözlərini eşidək və əməl etməyə çalışaq. Həzrət buyurur, dünya və axirət xeyri istəyirsinizsə, həm dünyada səadətə çatasınız, həm axirətdə Allahın razılığı sizin üçün önəmli olsun. Danışanda birindən danışıram, bir söz demək istəyirəm, baxın görəm Allah razı olar. Təbii ki, mən birinin qəlbini qırsam, Allah ondan razı deyil. Bir yerə gedirəm, baxım görəm Allah razıdır, mən ora gedirəm. Bir şey barədə düşünürəm, görəm Allah razıdır ya yox. Bir əməli yerinə yetirirəm, baxam görəm Allah razıdır ya yox. Dünya və axirət saadəti budur. Allahın razılığını fikirləşəsən. Bir neçə hədisdə o Həzrətin o üstün insani keyfiyyətləri bəyan elədiyi hədislərə işarə edək. Birinci qeyd etdiyim hədis insanların ehtiyacını ödəmək barəsindədir. Həzrət bir mübarək hədisində buyurur ki, və aləmə İnnə həvaicən nas iləykum min ni'amillahi aleykum fələ təmilun ni'am fətəhəvvələ nəqimə. Həzrət buyurur ki, baxın, çox maraqlı hədisdir. İnsanların sizə olan ehtiyacı Allahın sizə olan neymətidir. İnsanlar bizə ehtiyaclı olur, nəsə bir şey istəyirlər, buna görə gərək məyus olmayasan. Əgər İmam kəlamı bizim üçün dəyərlidirsə, buyurur ki, bu Allahın neymətidir, Allah göndərib sənə. Baxın, sən elə bir şəraitdəsən ki, Allah birinin ehtiyacını, sənin öz bəndəsinin ehtiyacını istəyir ki, sənin əlinlə aradan aparsın. Bu Allahın sənə olan bu insanın, Allahın insana olan bir neymətidir ki, insanların ehtiyacları var. Həzrət buyurur ki, bu neymətdən üz döndərməyin. Əks halda əzaba çevriləcək sizin üçün. Biri sizə üz gətirir, biri sizə bir ehtiyacı, fərqi də yoxdur. Ola bilər maddi ehtiyacdır, ola bilər mənəvi ehtiyacdır. Bəzən olur ki, o çətinliyi olan, çox müşküldə olan insana bir kəlmə o xoş söz onu ayağa qaldırır. Yəni, yıxılan insanı bir xoş söz ayağa qaldırır. Onun yanında olmaq, halını soruşmaq, problemini soruşmaq, o insanı ayağa qaldırır. Maddi imkanımız var, maddi cəhətdən. Yəni, hər formada bizə hər hansı bir ehtiyacını insanlar bəyan eləyirlərsə, imkanımız çatdı, gərək onu yerinə yetirir. Əks halda ayrı yerlərə çıxacaqdır. Dediyim kimi, hədis deyir ki, əzaba çevriləcək. Yox, o ehtiyacı eləyə bilmirəmsə, ödəyə bilmirəmsə, ən azından xoş dillə, nə formada eləyə bilirəm onu, ən azından qəlbimdə onun üçün dua eləyəm. Allah xəbərdardır ki, sən onun ehtiyacını qarşılaya bilirsən ya yox. Əlbəttə, bu birisi tərəfin də vəzifələri var. O hər çətinliyə düşən dərhal onun bunun qapısına deyil, Allahın qapısına getməlidir. Bacardığı həddə öz izzətini qorumalıdır insanların qarşısında. Bu, baxın, dinimiz iki tərəflidir. O, həmin ehtiyacı olan şəxsin ki, müraciət edir, o ehtiyacını ödəməyi din tapşırırsa bir tərəfdən, digər tərəfdən də tapşırır ki, sən o ehtiyac zamanı onun qapısına çox getmə, öz izzətini çalış, qoru. Buna oxşar bir hədisdə yenə Həzrət buyurur ki, mən nəffəsə kurbəhu min fərrəcəllahu anhu kurbəd dünya və yaxir. Hər kim bir müminin bu dünyada çətinliyini aradan aparsa, çətinliyini həll eləsə, Allah Taala həmin şəxsin dünya və axirət çətinliyini həll edir. Bu Allahın vədələridir. Dinə
sadəcə eşitmək deyil, bunlara gərək iman gətirək, inanaq. Möhkəm inan özümüzdə yaratsa, bunlara əməl eləmək insan üçün çətin olmayacaq. Niyə çətinlik çəkinlik əməl eləmək? Bir səbəbi budur, bu inanc bizdə düyün bağlamayıb, etiqada möhkəm çevrilməyibdir daxilimizdə. Başqa bir hədisdə yenə Həzrət o üstün xüsusiyyətləri sadalayır. İnnə əcvədən nəs mən əta mən la yərcul. O ən səxavətli şəxs. Həzrət buyurur, bilirsiniz kimdir? Ən səxavətli şəxs. O insan ki, onun buna ümidi yox idi, ona əta eləyə. Yəni bir adamın ehtiyacı var, ümidi də yox idi ki, mən ona köməklik eləyəm. Belə olduğu halda, onun ümidi olmadığı halda, mənim ona köməklik eləməyim, Həzrət buyurur ki, belə adamlar ən səxavətli insanlardır. Və innə əfən nas, mən əfə'ül qudrəti. O, ən yaxşı bağışlayan şəxs kimdir? Həzrət buyurur, qudrəti olduğu halda biri bizə zülm eləyib. Mənim də qudrətim var onun cəzasını verməyə. Belə olan halda bağışlayan şəxslər ən yaxşı bağışlayanlardır. Və innə əvsələnməz mən vəsələ mən qətəhu. Başqa bir üstün insani keyfiyyət budur. Həzrət buyurur ki, o qohumluq əlaqəsini qoruyanların ən yaxşısı odur ki, onunla əlaqəni kəsəndən əlaqə qursun. O dost, tanış, qohum, əqrəba ki, bir-birinlə əlaqə saxlayırlar, deyib gülürlər. Bu, elə bir çətinliyi yoxdur, bu da dəyərlidir. Hünər odur, dində bizi ona dəvət edir ki, o ki, əlaqəni qırıb səndən və yaxud sən ondan çalış bu qırılmış əlaqəni birləşdirəsən. Ömrün uzanmasından tutmuş, ruzinin artmasına kimi bir çox təsirləri var. Bu məsələnin əhəmiyyətinə görədir. İnsan heç kimdən, o xüsusilə qohumlarla əlaqəni qırmamalıdır. Həzrətdən soruşdular ki, bu üstünlük nədir, fəzilət nədir? Həzrət buyurdu, mulkul lisan və bəzmül ihsan. Üstünlük, fəzilət budur ki, insan dilini qoruya bilsin. Dil insanın ağlının ixtiyarında olsun. Baxın, bəzən belə bir söz işlədirlər el arasında, ağzına gələni danışmaq. Xeyr, ağzına gələni insan danışmamalıdır. Ağlına gələni danışmalıdır. Ağıl səbəb olmalıdır, düşünsün və faydalı sözlər desin. Ağzına gələni danışsa qeybət olacaq, böhtən olacaq, başqasının qəlbini qırmaq olacaq və digər çoxsaylı günahlar ki, alimlərimiz və ola bilər hədislərdə var ki, insanların çoxu bu dillərinə görə cəhənnəmə gedəcəklər. Fəzilət budur ki, insan dilini qoruya bilsin. Mən çox şey demək istəyirəm filan yerdə, filan kəsə görə özümü qoruyam, saxlayam. Çətindir. Və Həzrət buyurur ki, bunu qoruyub saxlaya bilənlər üstün şəxslərdir, üstünlük budur. Və yaxşılıq səxavətli olar. Üstünlük budur. Yenə ardınca soruşdular ki, nöqsan nədir? Həzrət buyurdu ki, o şeylər ki, sənin üçün faydalı deyil, xeyirli deyil, o işlərlə məşğul olmaq nöqsandır. Başqa bir hədisdə Həzrət mömini vəsf edir, inanclı insan. Mömin odur ki, nə günah eləyir və xəta eləyir, xilaf iş görür, pis iş görür və üzr istəyir. Mömin nə səhv eləyər, nə üzr istəyər. Münafiq isə Həzrət buyurur, hər gün səhv eləyir və üzr istəyir. Həzrət vurğulamaq istəmirəm, birdən səhv elədik, biz üzrxahlıq eləməyək. Bu demək, bunu demək istəmir. Adamın səhvi oldu, gərək getsin, üzr istəsin. Bu iradəsi, ruhiyyəsi olsun ki, qarşı tərəfdən üzr istəyə bilsin. Həzrət sadəcə demək istəyir ki, üzrə səbəb olacaq işlər görmür. Mömin elə şəxsdir ki,
üzrə səbəb olan iş görmür ki, elə üzr istəsin. Bu münafiqlərə xas olan xüsusiyyətdir. Mömin qardaşların haqqı barədə Həzrət buyurur ki, "Lə təqulənə fi əxikəl mümin izə təvari'ankə illə mislə mə tuhibbu ən yəqulə fik izə təvarəytə anə." Dinin gözəlliklərdir, baxın, yol göstərmələr, bu bəyanlar. Həzrət buyurur ki, mömin qardaşının dalınca sənin öz barəndə danışılmasını xoşladığın nə varsa onu danış. Yəni o şey ki, sən özün xoşlamarsan, sənin barəndə danışsınlar, mömin qardaşın barəsində də danışma. Danışdığın nə olsun, o şey ki, xoşlayırsan, elə o da sənin barəndə danışsın. Bu hədisi də oxuyum, sözümü yekunlaşdırırım, əzizlərə çox yorulur. Bunlar hamısı adamın heyfi gəlir. Ehtiyacımız olan məsələlərdir. Həyatda insanın qarşılaşdıqlar yaşam tərzidir. O imamların bizə, baxın, hamı bu dəfələrlə demişəm, hamı yaşayır, nəfəs alır, yaşayır. Hünər odur ki, düz yaşamağı öyrənəsən bu həyatda, düz yaşayasan. Düz yaşamağı bizə Quran vəhliqə öyrədir. O öyrətmələr ki, insanın ağlı da təsdiq edir. Həzrət buyurur ki, mən bir qulağımla eşitsəm ki, biri mənə nalayiq sözlər deyir, bir qulağımla bunu eşitsəm. Pis işlər, pis sözlər deyir, arxamca bir qulağımla bunu eşidirəm. Digər qulağımdan da eşidirəm ki, üzrxahlıq edir. Həzrət buyurur ki, mən həmin şəxsi bağışlayaram. Həmin şəxsi dərhal mən bağışlayaram. Çünki atam Əmirəl-Möminindən eşitmişəm ki, cəddim Rəsulallah belə buyurdu. Lə yəridul havzə mən ləm yəqbəlil uzrə min muhiqqin əv mubtil. Həzrət buyurur ki, atamdan eşitmişəm ki, Peyğəmbərdən belə nəql edirdi ki, kim bir adamın üzrünü qəbul eləməsə, üzrxahlığını qəbul etməsə, o Kevsər hovuzuna daxil ola bilməz. Behişdə Kevsər hovuzuna daxil ola bilməz. Həzrət bunu, və bu bir neçə bu mövzuda hədislər var. Bir adam doğrudan peşman olursa, üzr istəyirsə, İnsanın gərək bağışlamaq ruhiyyəsi olsun. Bəli, bəzi işlər çox çətindir, insanın qəlbinə dəyilir, bəzi xoşa gəlməz insana qarşı işlər görürlər. İnsan o qədər böyüməlidir ki, doğrudan əgər görsən peşman olur, üzrxahlıq eləyir, gərək onu bağışlayın, bu bağışlamaq özümə xeyirdir. Allah onun özünlə necə rəftar eləyəcək öz yerində. Səndən istədiyi budur ki, bağışlı ol, bağışlamaq qüdrətin olsun. Ki, bağışlaya biləsən, özün üçün bu xeyirdir. Həzrət şiyələr barəsində də bu hədislər çoxdur qeyd eləmişəm. Bu sözlə yekunlaşdırırım. Həzrət buyurur, likulli dain dəva. Hər bir dərdin dərmanı var. Və dəva'ud-dunub əl-istiğfar. Günahların dərmanı da istiğfardır. Bu məclisdən mən və əziz qardaşlar qazandığımız elə bu olsun. Həzrət buyurur ki, günahların, xətaların dərmanı istiğfardır. Allahdan bağışlama istəməkdir. Allaha tərəf dönməkdir. Gəlin doğrudan Həzrətin bu göstərişinə əməl edərək ürəkdən istiğfar edək, Allaha tərəf dönək, peşman olaq o pis əməllərimizdən. Həzrəti vəsilə qərar verək ki, bu gün mövlududur. Allahdan istəyək Həzrətin ehtiramına bizə kömək olsun, doğrudan istiğfar edək, doğrudan Allahdan bağışlanma diləyək. Əgər bunu eləyə bilsək, hədislərimiz deyir ki, o yeni dünyaya gələn övlad necə
pak olur günahlardan. Allah sizi elə qərar verər. Allah inşallah bizə xalis tövbə nəsib eləsin. Allah Teala bizi bu deyilən sözləri eşidib əməl edənlərdən qərar versin. Allah Teala axirət və aqibətimizi ki önəmli budur, xeyirli qərar versin. Allah İmam Zaman salamun aleyhin zuhurunu təcil eləsin. Bizi o Həzrətin gəlişinə hazırlaşanlardan, Həzrətin gəlişini düşünənlərdən, Həzrətin gəlişinə zəmin yaradanlardan qərar versin inşallah. Bütün dualarımızın qəbul üçün, yadımızdan çıxan, dilimizə gəlməyən, haqqımızda xeyirli olan duaları Allah barəmizdə qəbul eləsin. İltiması dua eləyənlər var idi, problemləri var, çətinlikləri var, xəstələr var. Allah Teala hamısına şəfa versin və öz hacətlərini tezliklə bərabərdə bixeyr eləsin, bizi də aqibət bixeyr eləsin. Muhammed və Ali Muhammedə salavat seçdirir. Allahümme salli ala Muhammed.